o gen yaddaşı filan deyirlər. Gen yaddaşı, mənim tutalım ki, dayım ofçu olub. Mən gedib düşmüşəm ofisin içinə və yaxud da ki, daş çarxanasına. Mənim ofçu genlərim necə işə düşəcək? Məsəl üçün söhbət gedir. Söhbəti o gətirirəm ki, qabaq internet filan yox idi. Ondan da əlavə insanların özlərini ayırmağa vaxtları var idi. Köhnə nəsillə gənc nəsil daha çox ünsiyyətdə olardı. Məsələn, futbol, voleybol oynayardılar bir yerdə, domino oynayardılar, şahmat oynayardılar. Ondan da əlavə ailədə ata, oğul, ana, övlad bir-birlərindən söhbət eləyərdilər ki, məsələn, atam danışırdı ki, ay bala, mənim uşaqlığım 41-45-ə düşüb, kartuşkanın qabığın maşinkada, maşinka indi çox adam bilmir nədir, neftlə işləyən bir qızdırıcı qurğudur, maşinkanın üstündə pörtüb yiyirdik. Yəni, bunlar da gen yaddaşıdır, vacib deyil ki, elə atından, qanla, atından, anından, babından, qanla keçə. Danışırdılar və uşaqların beyni, psixologiyası formalaşırdı ki, çətinlik haqqında, hə, atam 41-45-də kartuşkanın qabığın maşinkada heç deyirdi ki, qızarmırdı, pörtmə həddinə kimi çatırdı, yiyirdi, pörtüb yiyirdi. Qoyunun qanın kəsilmişlər, qoyunun qanın yiyirmişlər. Yəni, belə bir aclıq görüblər, çətinlik görüblər. Və yaxud da ki, daim ovdan, balıqdan danışırdı. Görürdüm ovçu ləvazimatların, kapqanları, tüfəngi, necə doldururlar, gülləni çəkirdi, qramı filan məsməkan. Yəni, qanla keçən gen yaddaşı da aktivləşmək üçün gərək bu haqda köhnə nəsil, yeni nəsil ünsiyyətdə ola filan. İndi o şey qırılıb. Ən pisi də odur, degradasiyanın başlanğıcı da odur ki, köhnə nəsillə yeni nəsil arasında bağ qırılır. Bu bağ qırılanda yeni nəsil ancaq TikTokla, bizim çəkdiyimiz bu YouTube'la, o görə də YouTube'da da heç elə şeylər var ki, uşaqların görməsə yaxşıdır. Baxır YouTube'da, TikTok'da filan o Allah Peyğəmbərimizi qəni-qəni rəhmət eləsin. Deyir ki, uşaqlar valideynlərindən daha çox zamanəsinə oxşayar. Yəni, zamanə də indi telefon, TikTok filan bəsməkan bu qədər.